Amma bu xəstəlik deyil. Erkən boşalmanın müalicəsi nə vaxt aparılır? Əgər əlaqənin müddəti xəstəni qane etmirsə, xəstənin partnyorunu qane etmirsə və xəstə müalicə olunmaq istəyirsə, müalicə yalnız o vaxt aparılır. Erkən boşalmanın müalicəsinin aparılmasında burada əsas məqsəd nədir? Xəstəyə əlaqə zamanı özünü tənzimləməyi öyrətmək. Çünki burada konkret rəqəm yoxdur. Cinsi əlaqənin müddəti xəstənin istəyinə uyğun olmalıdır. Cinsi əlaqənin müddəti insan ola bilər ki, cinsi əlaqənin müddəti 3 dəqiqə olanda onu qane eləsin. Ola bilər ki, cinsi əlaqənin müddəti 10 dəqiqədir, xəstəni qane eləmir. Ona görə bizim əsas məqsədimiz xəstəyə əlaqə zamanı özünü tənzimləməyi öyrətməkdir. Bizə müraciət edən xəstələrin və yaxud ümumiyyətcə bütün kişilər əlaqə zamanı özünü tənzimləməyi özləri də çalışırlar, özləri də cəhd eləyirlər. Alınmayanda həkimə müraciət eləyirlər. Əlaqə zamanı özünü tənzimləmək niyə alınmır? Erkən boşalmanın 3 dənə əsas nöqtədə axtarırsan. Birinci nöqtə cinsiyyət üzvünün baş hissəsinin hiperhəssas olması. Əgər xəstədə doğrudan da penisin baş hissəsi hiperhəssassa da bu xəstəyə əlaqə zamanı özünü tənzimləməyi öyrənmək biraz çətin olur. Ona görə bu məsələni həll etmək lazımdır. İkinci bir nöqtə. Əgər xəstənin prostatında durğunluq varsa, prostatda hər hansı bir narahatçılıq varsa, təbii ki, prostat loru dildə desək, spermanın doluq daşırsa, bir balaca qıcıqlanma baş verəndə spermanın ifrazı müşahidə olunur və prostatında durğunluq